Salam, hörmətli müəllimlər, hər vaxtınız xeyirli. Mən Nərmin İbadova, 54 nömrəli tam orta məktəbin informatika müəllimi. Hər həftə bir sınaq sertifikasiya dəstək marafonunda hazırladığım sınağın izahını sizlərlə bölüşürəm. Gəlin başlayaq. Birinci sual. Uyğunluğu müəyyən edin. Biz də bilirik ki, suala baxanda sual bizdən HTML nişanlama dili ilə bağlı verilmiş bir tapşırıqdır və müəyyən teqlərin qarşılığını istəyir. Font teqi mətnlərin rəngini, ölçüsünü, stilini təyin etmək üçün istifadə edilən teqdir. 1D. Strong hər hansı bir mətndə mətnin qalın formada yazılması üçün istifadə olunur. 2B. 3. TT mətndə hər hansı bir simvolun eyni enli yazılması üçün istifadə olunan teqdir. 3-ə S uyğundur. 4. P isə bilirik ki, abzasların təyini üçün istifadə edilən teqdir və A variantı uyğundur. 1D, 2B, 3C, 4A. Cavab Y variantına uyğundur. Daha sonra tapşırıq 2. Yenə HTML nişanlama dili ilə bağlı bir sualdır. Biz bilirik ki, OL, UL hər hansı bir siyahını yaratmaq üçün istifadə olunur. OL nömrələnmiş siyahı yaradır, 1-ə B uyğundur. UL işarələnmiş siyahı yaradır, 2-yə A uyğundur. TR cədvəlin sətrini təyin edir, C uyğundur 3-ə. L isə siyahının elementini təyin etmək üçün istifadə olunur. 4-ə isə D uyğundur. 1B, 2A, 3C, 4D. Cavab B variantına uyğun olmuş olur. Daha sonra sual 3. HTML-də daxil ediləcək yazının alt sətirdən başlayaraq yazılması üçün hansı teqdən istifadə edilir? Yəni siz HTML-də hər hansı bir sətirdə yazmısınız, kursor burada dayanır. İstəyirsiniz ki, kursor artıq buradan alt sətirdən, yəni yeni sətirdən yazmağa başlasın. Bunun üçün təbii ki, biz Beyer teqindən istifadə eləyəcəyik. Cavab D variantı. 4. Uplogo ilə bağlı verilmiş bir tapşırıqdır. Aşağıdakı verilmiş komandalar ardıcıllığı Uplogo mühitində hansı fiquru çəkəcək? Biz baxaq. Qələmi indir, təkrarla 3, irəli 100, sağa 60. Biz Uplogoda bunu bilməliyik ki, ümumi bucaqların dərəcəsi 360 dərəcədir. Və ən asan yolla bunu belə izah edim ki, təkrarların sayını biz bucağın sayına vuranda əgər 360 dərəcə alırıqsa, deməli təkrarların sayı qədər biz bir fiqur almış oluruq. Yox, 360 dərəcəni almırıqsa, deməli hər hansı bir fiqur çəkmir. Sadəcə olaraq bir xətt, bir sınıq xətt çəkir. Məsələn, burada təkrarla 3, 3-ü 60-a vuranda, yəni dönmə bucağına 60-a vuranda bizə 180 almış oluruq. Deməli, 360 olmadı, 360-a tamamlanmadı. Deməli, bu hər hansı bir sınıq xətti çəkəcək. Amma burada 60-ın yerinə, məsələn, 120 dayansaydı, təkrarların sayını, yəni 3-ü 120 dərəcəyə vuranda 360 alınardı, 360-a tamamlanmış olardı. Deməli, təkrarların sayı qədər biz bir tərəfli fiqur almış olardıq. Yəni 3-dürsə də 3 tərəfli bir fiqur, yəni bir üçbucaq almış olardıq. Daha sonra sual nümunəsi 5. Aşağıda verilmiş proqram icra edərkən iş sahəsində bağa hansı fiquru çəkəcək? Uplogoda bilirik ki, İlkin vəziyyət təyin olunmalıdır. Əvvəlcədən qalan proqramı silmək üçün sil əmri və bağanın bir fiqur çəkmək üçün qələmi indir komandası verilməlidir. Qələmə hər hansı bir rəng verə bilərik və s. Daha sonra təkrarla 20 və yenidən bir dənə də təkrarla bizə verilibdir. Yəni bir növ dövr içi dövr verilibdir. Biz bu zaman ilk öncə bizə dövr içərisində olan təkrarlaya baxırıq.
Bizə burada təkrarla 4, irəli 100 addım gəlir, sağa 90 dərəcə dönür. Bayaq dediyim kimi təkrarların sayını vururuq dönmə bucağına, yəni 90-a. Burada irəli 100, yəni sadəcə gedəcəyi hər hansı bir irəli gedən addımdır. Sağa isə onun dönmə bucağıdır. Yəni 90-a vuranda biz 360 dərəcə almış oluruq. Deməli, hansısa bir 4 tərəfli fiqur alırıq, yəni bir kvadrat alırıq. Kvadrat alırıq. Kvadrat aldıq və biz bilirik ki, bağa bir kvadrat çəkir. Amma bununla yekunlaşmırıq. Dövrün çölündə olan təkrarla 20 bir komandası var. Biz bu komandadan belə mənaya gəlməliyik ki, neçə dənə kvadrat çəkəcək? Təkrarların sayı 20 dənə olduğuna görə 20 dənə kvadrat çəkəcək. Hər kvadratı çəkdikdən sonra isə digər kvadratlar arasında sağa 18 dərəcə dönəcək. Yəni bu formada proqram işləyəcək. Daha sonra başlayaq 6-cı sual. 6-cı sualda deyir ki, modelləşdirmə nədir? Modelləşdirmə modelin yaradılması prosesi adlanır. Yəni cavab A variantına uyğundur. Daha sonra 7-ci sual. Qraf modelinə əsasən A təpəsindən F təpəsinə, S və Y təpə nöqtələrindən keçməməklə neçə müxtəlif yolla getmək olar? Bizdə tapşırıqda belə bir şərt qoyub ki, S və Y təpə nöqtələrindən keçməməklə biz bu zaman nə edirik? S və Y təpəsindən gələn, təpələrdən gələn girişləri və çıxışları nə etməliyik? Bağlamalıyıq. S təpəsi buradadır. Bura A təpəsindən bir til gəlir, bunu bağlamalıyıq. Və ya eyni zamanda B-yə, D-yə və E-mə deməli tillər gedir. Bunları da nə etməliyik? Bağlamalıyıq. Yəni proses zamanı biz buradakı qiymətlərdən istifadə etməyəcəyik. Eyni zamanda Y təpəsindən bağlı da eyni işləri yerinə yetiririk. B-dən Y-yə gələn tili bağlayırıq. Daha sonra Y-dən çıxan tili bağlayırıq. Yəni bizə verilən şərti yerinə yetirdik. İndi isə davamını həll etməliyik. Davamında isə biz nə edəcəyik? A təpəsindən ancaq bir til gəlir. Bir til qeyd edirik. A təpəsindən B-yə bir til, A təpəsindən D-yə bir til. Daha sonra B təpəsinə baxırıq. B təpəsinə neçə til gəlib? Bir til. Hansı təpədən? A-dan. Yəni bu bir. Deməli, bir dənə til gəlibsə də, deməli, B-dən bir dənə til gəlibsə də, B-dən çıxan bütün tillərə də 1 yazacağıq. B-dən elə bir dənə til çıxır, ona da 1 yazacağıq. Daha sonra baxırıq, A təpəsindən burada da bir til gəlir. Buradan da nə edəcəyik? Eyni qayda ilə bir til yazacağıq. Daha sonra indi D təpəsindən baxırıq. D təpəsindən çıxan tillərə biz qiymət yazmalıyıq. D təpəsinə neçə til gəlir? Bir til buradan gəlir, bir til buradan gəlir. Cəmi neçə til var? 1-in üzərinə 1 gələndə 2. Yəni D-dən çıxan bütün tillərə 2 yazacağıq. Bax, D-dən çıxdı, D-dən çıxdı. Bunlara nə yazdıq? 2 yazdıq. Daha sonra M təpəsinə gələn tilə qiymət neçə gəlib? D-dən M-ə 2 gəlib. Deməli, M-dən çıxanlara nə yazacağıq? 2 yazacağıq. Burada da Y ilə heç bir işimiz olmur. Eyni qayda da burada da heç bir işimiz olmadı S ilə. Çünki onlar bizə şərtdə verilmişdi ki, onları istifadə etmək, onlardan keçməsin. Və ən son olaraq F təpəsinə gələn sayı istəyir. Neçə dənə gəlir? 2 dənəsi buradan gəlir, 2 dənəsi də buradan gəlir. Yəni 2 dənəsi D-dən gəlir, 2 dənəsi də M-dən gəlir. 2-nin üzərinə 2 gəlirəm, 4. Deməli, A təpəsindən F təpəsinə S və Y təpə nöqtələrindən keçməməklə 4 müxtəlif yolla getmək olar. Cavab C variantına uyğundur. Daha sonra 8. SketchUp proqramında 3D obyektin bir səthini çıxarıb həcmləndirmək üçün hansı alətdən istifadə olunur? SketchUp proqramı biz bilirik ki, 3D modellərin yaradılması üçün istifadə olunan bir proqramdır və burada həmin orada
iştirak edən fiqurlara biz həcm vermək üçün paş-bal funksiyasından istifadə edirik. Yəni cavab C variantına uyğundur. Daha sonra 9. Verilmiş alqoritmdə hansı xassiyə pozulmuşdur? Aşbaz yemək bişirən zaman yeməyə ədviyyatlar əlavə etməyi unutmuşdur. Bu zaman aşbaz yeməyin bişirilmə alqoritmində hansı xassələri pozmuşdur? Məsələn, biz bir yemək bişiririk. Yemək bişirəndə, məsələn, biz yeməyə tutaq ki, kök əlavə etməliyik. Ortada kökü əlavə etməmişik və son olaraq yeməyimizdə hər hansı bir baxırıq ki, əksiklik var. Bu zaman biz ortada hansısa bir addımı ötürmüş oluruq. Yəni bir addımı digər addıma keçirən zaman ortada hansısa bir addımı itirmiş oluruq. Bu isə diskretlik xassəsinin pozulması deməkdir. Yəni bir addımı yerinə yetirirəm, digər addımı mən yerinə yetirmirəm, unuduramsa da ondan ta sonraki addıma keçirəmsə, deməli ortada bir dənə addımı itirmiş oluram. Bu isə diskretlik xassəsinin pozulması deməkdir. Daha sonra tapşırıq 10. Alqoritmik dildə bu ifadənin yazılışını yazmağı istəyir. Biz bilməliyik ki, alqoritmik dildə biz yazarkən vurma işarəsini ulduzdan ifadə edirik, bölmə işarəsini isə belə slashdən ifadə edirik. Və unutmamalıyıq ki, mötərizələr bizim üçün əhəmiyyət kəsb edir. Çünki mötərizənin olub-olmaması həmin misalın məğzini dəyişə bilər. Deməli, yazırıq x plus 3. Burada vurmadır, amma biz vurma yox, ulduz yazacağıq. Ulduz y. Mötərizəmizi bağlayırıq. Bölmə. Bölmənin yerinə slash yazacağıq. Mötərizəmizi yenə açırıq. 5. Vurma işarəsinin yerinə yenə ulduz yazacağıq. X. Yenə vurma işarəsinin yerinə ulduz yazacağıq. Y və mötərizəni bağlayacağıq. Ən sonda bizdə belə bir ifadə alındı. Bu ifadə isə bizdə Y variantına uyğun olmuş olur. Sual 11. Blok sxemlə təsvirdə şərt bloku nə üçün istifadə olunur? Biz bilirik ki, şərt bloku bir romb fiqurundan qurulur və romb fiqurundan iki tərəfi olur. Biri bəli tərəfi olur, biri isə xeyir tərəfi olur. Və bir növ biz öz istiqamətimizi müəyyən edirik. Bu zaman deyə bilərik ki, şərt bloku idarə etməni istiqamətləndirmək üçün istifadə olunur. Çünki mənim gedəcəyim yol ya bəli yolu olmalıdır, ya da xeyir yolu olmalıdır. Bunu isə şərt bloku vasitəsilə müəyyən edirəm. Ona görə bir növ istiqaməti təyin etmək üçün istifadə edirik. Daha sonra sual 12. Funksiyasının qiymətini hesablayan alqoritmin tipini müəyyən edin. Normalda biz alqoritm quranda fikir verməliyik ki, məxrəc sıfıra bərabər deyil. Bu bizim alqoritmin xətti, yoxsa budaqlanan alqoritm olduğunu bizə göstərir. Funksiyamız y bərabərdir 1 bölək 1 plus x-in kubudur. X kubu biz bilirik ki, x kubuna mənfi qiymət verəndə, məsələn, mənfi 2 qiyməti verəndə, oradan mənfi 8 qiymətini biz ala bilərik. Deməli, burada bir təhlükə var ki, mən əgər x kubuna 1 versəm, mənfi 1 versəm, mənfi 1-in kubu mənə mənfi 1 verəcək və buradakı mənfi 1-i bu funksiyada yerinə qoyanda 1 bölək 1 üstəgəl mənfi 1, x-in yerinə aldığı mənfi 1 qiymətini qoyuram, bərabərdir 1 bölək 0 almış oluram. Təbii ki, məxrəc 0 oldu, ədədi 0-a bölmək olmaz. Belə bir ifadə yazılışı doğru deyil. O zaman biz bir növ alqoritm bilirik ki, nəticəyə əsaslanır. Biz sonda bir nəticə almalıyıq. Burada biz heç bir nəticə almırıq. Və bizim qarşımıza iki yol çıxır. X ədədinin müsbət qiymət olmağı və x ədədinin mənfi qiymət olmağı. Və bir növ bizim qarşımıza iki yol çıxdığına görə
bir növ bəli qolu və xeyir qolu çıxdığına görə biz bu alqoritmə budaqlanan alqoritm deyirik. Daha sonra sual 13. Deyir ki, əgər A-nın qiyməti 5, B-nin qiyməti 4 olarsa, aşağıdakı alqoritmin nəticəsini hesablayın, yəni Y-in qiymətini tapın. Biz burada belə bir alqoritm görürük və burada bizə verilmiş qiymətləri yerinə qoyacağıq, müqayisə eləyəcəyik. Hansı sətr doğru olarsa, həmin sətri də hesablayacağıq. A-nın qiyməti 5 bərabərdir, B-nin qiyməti 4. 5 4-ə bərabərdirmi? Xeyr. Deməli, birinci sətri mən hesablaya bilmərəm. Çünki şərt ödənmədi. Əgər şərt ödənsə, hesablaya bilərdim. A-nın qiyməti 5, B-nin qiyməti 4. 5 4-dən kiçikdirmi? Xeyr. Deməli, bu sətri də istifadə edə bilmərəm. A-nın qiyməti 5 böyükdür, B-nin qiyməti 4. 5 4-dən böyükdürmü? Deyirəm ki, bəli. Bəli dediyimə görə, deməli bu ifadəni nə edə bilərəm? Hesablaya bilərəm. Qiymətləri yerinə qoyuram. A-nın qiyməti 5, B-nin qiyməti 4, 5-dən 4 çıxanda 1. Cavabım D variantı 1 alınmış olur. Daha sonra sual 14. Deyir ki, hasilində təkrarlanmaların sayı neçə olacaq? Bu misalın ən asan üsulu odur ki, yuxarıda verilmiş rəqəmdən aşağıda verilmiş rəqəmi çıxıb, üzərinə 1 gələcək, ən sonda alınmış qiymətləri isə hasil dediyinə görə təbii ki, biz bir-birinə vuracağıq və son nəticəni əldə edəcəyik. Plus 1 yazmağımızda məqsəd isə ortada bir addımın itməməsi üçündür. Birinci 3 çıxaq 2 üzərinə 1 gəlirim. Yəni, buradakı 3-dən, buradakı 2-ni çıxıram, üzərinə 1 gəldim. Burada 3-dən 2 çıxanda 1, 1-in üstə 1 gələndə 2. İkinci addımı da yenə eyni qayda ilə yazıram. 5, çıxaq 3, üzərinə gəl 1. 5-dən 3 çıxanda 2, 2-nin üzərinə 1 gələndə 3. Cavabım 3. Üçüncü addımda 2-dən 1 çıxıram, üzərinə 1 gəlirəm. Cavab 2 olur. Ən sonuncu addımda isə aldığım bu qiymətləri nə edəcəm? Ümumi sayı tapmaq üçün bunların bir-birinə hasilini tapacağam. 2 vuraq 3 vuraq 2. Cavab neçə olacaq? 12. Deməli, burada təkrarlanmaların sayı neçədir? 12-dir. Cavab A variantına uyğundur. Daha sonra başlayaq 15-ci suala. 15-ci sual nümunəsində bizə x, y-in müəyyən bir ifadəsini veribdir və deyir ki, alqoritmin yerinə yetirilməsi nəticəsində y dəyişəninin qiyməti 12 olmuşdur. Y-in qiyməti 12 olmuşdur. Alqoritmin yerinə yetirilməsinə qədər x dəyişəninin qiyməti neçə olmuşdur? Bu tip tapşırıqlarda biz bir növ alqoritmi axırdan əvvələ doğru həll edirik. Yəni, birinci, ikinci, üçüncü belə bir addımlar formasında həll edirik və biz burada bərabərliyin sağ tərəfi ilə deyil, bərabərliyin sol tərəfi ilə işləyirik. Yəni, qiymətləri bərabərliyin sol tərəfinə yerləşdiririk. Başlayıram birinci qeyd elədiyim addımdan. Yəni, y bərabərdir x plus y-dən. Y-in qiyməti neçədir? 12. 12 bərabərdir x plus y. Bunu yazdım. Bunu yazandan sonra çaşdırmamaq üçün istəsəniz bunun üzərinə bir xətt çəkə bilərsiniz ki, yəni artıq burada qiyməti yerinə qoymuşam. Və burada da çaşdırmamaq üçün artıq bu qiyməti qoyandan sonra bərabərliyin sağ və sol tərəfinin heç bir əhəmiyyəti yoxdur. Yəni bu 12-ni burada da yazıb rahatlıqla riyazi qayda ilə həll edə bilərsiniz. Heç bir fərqi yoxdur. İkinci addıma gələndə, ikinci addım deyir ki, x bərabərdir y plus 2. Deməli, məndən x-in qiymətini qoymaq istəyir. Mən deməli, bu ifadədə nəyi tapmalıyam? Bu birinci ifadədə x-in qiymətini tapmalıyam. X bərabərdir 12 çıxaq y. Yəni, 12 buradakı müsbət mənfi olur, çıxaq y. X-in qiymətini neçə aldım? 12 çıxaq y aldım və yerinə qoyuram. 12 çıxaq y bərabərdir
y plus 2. Bu bizim ikinci addımımızdır. İkinci addımda baxın, x-in qiymətinə bu qiyməti 12 minus y tapdım və bərabərliyin sol tərəfində yerinə qoydum və bunu yerinə qoyandan sonra çaşdırmamaq üçün üzərindən xətt çəkə bilərəm ki, yəni artıq bu addımı yerinə yetirdim. Üçüncü addımda bizdən yenə y istəyir. Y bərabərdir x minus 1. Deməli, biz bu addımda nəyi tapacağıq? Y tapacağıq. Mənfi y çıxaq y bərabərdir 2, çıxaq 12. Riyazi qayda ilə həll edirik. Mənfi 2y bərabərdir mənfi 10. Y də bərabərdir qiymət 5 aldıq. İkinci addımda qiyməti nə aldıq? 5 aldıq. Üçüncü addımda gətirib y-in yerinə qiyməti qoyuruq. Yəni bu hissədə. Y-in qiyməti 5 bərabərdir x minus 1. Bayaq dediyim kimi artıq bu ədədi qoyandan sonra bərabərliyin sağ və sol tərəfə heç bir əhəmiyyəti qalmır. Ona görə bu 5-i burada da yaza bilərsiniz ki, çaşdırmayasınız. X bərabərdir 1 üstəgəl 5, x də bərabərdir 6. Deməli, x-in qiymətini neçə aldıq? Biz bunu üçüncü addımda aldıq. X-in qiymətini 6 aldıq. Cavab Y variantına uyğundur. Daha sonra 16-cı sual. Verilmiş alqoritmin fraqmentinin yerinə yetirilməsi nəticəsində m dəyişəninin hansı qiyməti alır? Burada diqqət edirik, bizdən m dəyişəninin qiymətini istəyir və alqoritmə baxanda biz blok sxemləri görürük ki, burada modifikasiyalı bir blok verilmişdir. Modifikasiyalı blok bilirik ki, belə altıbucaqlı formasında olur və burada başlanğıc qiymət, son qiymət və addım təyin edilmiş olur. Burada 1 başlanğıc qiymətdir, 15 son qiymətdir, 4 isə addımdır. Biz bu zaman i-nin qiymətlərini aşağıdakı formada təyin eləyə bilərik. i bərabərdir. Başlanğıc qiyməti olduğu kimi yazıram. Daha sonra addım 4-dür deyə hər dəfə başlanğıc qiyməti yazandan sonra başlanğıc qiymətin üzərinə addımı gəlirəm, yeni qiymət alıram. Yəni 1 yazdım, 1 üstəgəl 4, 5 aldım. 5-in üzərinə 4 gələcəm, 9 alacam. 9-un üzərinə 4 gələcəm, 13 alacam. 13-ün üzərinə 4 gələcəm, 17 alacam. Amma mən bu 17-ni yazanda bilməliyəm ki, mənim son qiymətim neçədir? 15-dir. 15-dirsə də mən 17-ni necə yaza bilərəm? Yaza bilmərəm. Bu zaman mən təbii ki, bunu istifadə eləmirəm. i-nin qiyməti 1, 5, 9 və 13-dür. Bunu tapdıqdan sonra mən artıq qiymətlərimi yerinə qoyub yaza bilərəm. Deməli, i-nin bir qiymətində i bərabərdir 1 olanda biz nə edirik? Düşürük aşağı. i-yə bir qiymət götürdük. Düşürük aşağı. Nə deyir? n bərabərdir i vuraq 2. n bərabərdir i qiyməti yerinə qoyuruq. Yəni 1 vuraq 2. n-in qiymətini nə aldıq? 2 aldıq. Düşürük yenə aşağı m-in qiymətini. m bərabərdir. m üzərinə gəl n. M-in qiyməti bizə əvvəlcədən burada 0 verilibdir. 0 verildiyinə görə biz yazırıq 0 üzərinə gəl. E-nin qiyməti də 2. Bərabərdir 2. Artıq m və e-nin qiymətləri yenilənmiş formadadır. Daha sonra ikinci addıma gəlirəm. i bərabərdir 5 qiymətini hesablayıram. N bərabərdir. Yenə eyni qayda ilə gedirəm. Burada i-nin 4 dənə qiyməti var. Deməli 4 dəfə bu proses təkrarlanacaq. Hər dəfə hər bir qiyməti yerinə qoyub aşağıdakı prosesləri icra eləyəcəm. i bərabərdir 5 olarsa i-nin yerinə 5 vuraq 2 bərabərdir 10. M bərabərdir. M üstünə gəl n. M-in qiyməti artıq təzə qiymət götürür. Köhnə qiymət bizim üçün artıq istifadə olunmur. M-in təzə qiyməti neçədir? 2. N-in təzə qiyməti neçədir? 10. Yazırıq 10. Bərabərdir 12. Alqoritmdə belə bir xassə var ki, köhnə qiymətləri silirik. Ancaq və ancaq təzə qiymətlərlə işləyirik.
Üçüncü addımda i bərabərdir 9 qiymətini götürürük. Yenə eyni qayda ilə n bərabərdir i, yəni 9 vuraq 2 bərabərdir 18. Düşürük aşağı m bərabərdir. M neçədir? M-in təzə qiyməti artıq 12-dir. Üzərinə gəl. N-in təzə qiyməti neçədir? 18. 12-nin üzərinə 18 gəlirəm. Cavab 30 eləmiş olur. Bunu da bitirdim. Dördüncü addım, yəni son addım. i bərabərdir 13 olduğu hala baxırım. N bərabərdir 13 vur 2 bərabərdir 26. Qiyməti yerinə qoydum. M bərabərdir M. Üstünə gəl N. M-in ən son təzə qiyməti nədir? 30-dur. Üzərinə gəl. N-in ən son təzə qiyməti neçədir? 26-dır. Bərabərdir cavabım 56 olmuş olur. Bundan sonra proses dayanır. Çünki mənim burada son qiymətim 13 idi və son qiymət də burada 13 olaraq yerinə yetirdim. Bizdə də tapşırığın şərtində m dəyişəninin qiymətini istəyir. Biz də m dəyişəninin qiymətini burada 56 almış olduq. Cavab Y variantına uyğun olmuş olur. Daha sonra 17-ci sual. Kompilyatorun funksiyası nədir? Deməli, kompilyator hər hansı bir proqram mətnini oxuyur və onu maşın koduna çevirir. Təbii ki, kompilyator bu proqramı bütöv bir formada oxuyur və maşın koduna çevirir. Amma bunun əksi də var, interpretator. İnterpretator artıq sətir-sətir, xırda-xırda maşın koduna çevirir. Amma kompilyator bütövlükdə götürür, oxuyur və maşın koduna çevirir. Cavab C variantına uyğundur. Tapşırıq 18. Proqram kodunun nəticəsini müəyyən edin. Python proqramlaşdırma dilində verilmiş bir sual nümunəsidir. A-nın qiyməti dırnaqda verildiyinə görə, baxmayaraq ki, o bir ədəddir, dırnaq işarəsinə verildiyinə görə o mətin tiplidir, yəni STR tiplidir. B bərabərdir 4 verilib, bu isə bildiyimiz ədəd tiplidir. Biz də bilirik ki, biz sətr tipindən ədəd tipini, rəqəm tipini heç bir halda toplaya bilmərik. Yəni, dırnaqda 16-nın üzərinə 4 gələ bilmərik. Belə bir qayda yoxdur. Bunun nəticəsi bizə error verəcək. Ona görə cavab 18-də D variantına uyğun olmuş olur. Daha sonra sual 19. Aşağıdakı kodun nəticəsi nə olacaq? Bizə bir siyahı verilibdir. Dəyişən namus verilib və onun siyahısı verilib. Siyahı verildikdən sonra biz də append funksiyası vasitəsilə 5 əlavə etməyimizi istəyir. Biz siyahının elementini əlavə edirik. 1, 2, 3, 4, 5. Əlavə etdik. Əlavə etdik. Bu funksiyanı yerinə yetirdik. Daha sonra ikinci ən sonuncu sətrə gələndə print bizdən bunu çap eləməyi istəyir, amma len funksiyası nə edir? Verilmiş siyahıda olan ədədləri saymaq üçün istifadə olunur. Da orada iştirak edənlər sayır. Biz nə edəcəyik? Bunların sayını verəcəyik. 1, 2, 3, 4, 5. Lendə qiyməti neçə alacağıq? 5 alacağıq. Bərabərdir 5. Yəni, ümumi sayı 5-dir. Bu zaman bizdə nəyi çap eləyəcəyik? 5 qiymətini çap eləyəcəyik. Cavab B variantına uyğun olmuş olacaq. Daha sonra sual 20. Sual 20 nümunəsi də yenə Python proqramlaşdırma dilindən bağlıdır və burada deflərlə bağlı bir sual nümunəsidir. Mən əvvəlcə bu hissəyə baxıram. Funksiyada mənə deməli A və B-nin qiymətlərini verib. Yəni burada hay A-nın qiymətidir, 3 isə B-nin qiymətidir. Gətirib bu qiymətləri return-də yerinə qoyacağam. Yəni A-nın qiyməti haydır, B-nin qiyməti isə 3-dür. Mən bu qiymətləri harda return-də yerinə qoyacağam. A-nın qiyməti nədir? Hi, yəni hay. Vuraq, yəni ulduz işarəsi burada vuraq mənasını verir. 3. Biz bilirik ki, yəni Python proqramlaşdırma dilində bu yazılır. Verilmiş mətnin burada verilmiş rəqəmin sayı qədər yazılması deməkdir. Yəni mən bu hay sözünü 3 dəfə
yan-yana heç bir boşluq olmadan yazacağam. Beləliklə printə bu yazı getmiş olacaq və cavabım B variantına uyğun olmuş olacaq. Daha sonra sual nümunəsi 21-ə baxaq. Sual nümunəsi 21-də bizə range funksiyası verilib. Range biz bilirik ki, nə edir? Addımlarla sayır, amma təbii ki, ən axırıncı qiyməti burada götürmürük. i-nin qiyməti, yəni burada range-in qiymətləri deməkdir. i bərabərdir 1, 2, 3, 4, 5 və biz burada 6-nı yazmırıq. Çünki range-də ən son addımı biz qeyd edə bilmərik. Və qiymətləri bildikdən sonra biz artıq if funksiyasını yerinə yetirməyə başlayacağıq. Qiymətləri yerinə qoyuruq. Deməli, birinci i bərabərdir 1 yoxlayırıq. i-nin yerinə 1 qoyuruq. 1 bərabərdirmi 3-ə? Bu şərt ödənirsə əgər continue-yə düşəcək. Əgər ödənmirsə artıq printə düşüb bu qiyməti çap eləyəcək. 1 3-ə bərabərdirmi? Deyirik ki, xeyr. Bu zaman printə düşür və nə edir? 1 qiymətini çap edir. Və burada end funksiyası olduğuna görə bunları burada verilmiş ədədləri yan-yana çap edəcək. Yəni bir sətirdə çap eləyəcək. Daha sonra ikinci addıma gəlirəm. Yəni i bərabərdir 2 qiymətini götürürəm. Qiyməti yenə if-də yerinə qoyuram. 2 bərabərdir 3. 2 3-ə bərabərdirmi? Deyirəm ki, xeyr. Xeyr dediyimə görə yenə printə düşürəm. Printdə yenə print i, yenə nəyi çap eləyəcək? 2-ni çap eləyəcək. Daha sonra digər qiyməti yerinə qoyuram. Yəni i-nin bərabərdir 3 qiymətini yerinə qoyuram. i, yəni 3 bərabərdir 3-ə. 3 3-ə bərabərdirmi? Deyirik ki, bəli. Funksiyanın qiyməti ödəndi. Ödəndiyinə görə hara düşür? Continue-yə düşür. Continue-yə düşdüyünə görə artıq proqramı təzədən başa qaytarır. Yəni qaldığım yerdən davam edir. Yəni burada printə düşməyə icazə vermir. Ona görə mən 3 qiymətini çap eləyə bilmirəm. Dördüncü. Yəni i bərabərdir 4 qiymətini yoxlayıram. 4 bərabərdir 3. 4 3-ə bərabərdirmi? Deyirik ki, xeyr. Yenə printə düşür və nəyi çap eləyir? 4-ü çap eləyir. Və 5-ci addımda i bərabərdir 5 qiymətini qoyuram. 5 əgər 3-ə bərabərdirmi? Deyirik ki, xeyr. Ona görə yenə printə düşür. Printə düşdüyünə görə 5-i çap eləyir və bizim i-nin qiymətləri bitdiyinə görə proqramın da işi yerinə yetirilib bitmiş olur. Bu zaman biz deyirik ki, 1, 2, 4, 5. Proqram bu şəkildə bir sətirdə printin cavabını bizə ekrana əks elətdirir. Bu isə cavab B variantına uyğundur. 1, 2, 4, 5. 3-ü çap edə bilmir. Çünki 3-də cavab doğru olduğuna görə, yəni şərt ödəndiyinə görə continue-yə düşür. Continue-yə düşdüyünə görə artıq o aşağı printə düşə bilmir. Qayıdır continue bunu bu başa qaytarır ki, yəni buradan hardan qalmısan, oradan da işinə davam elə. Daha sonra tapşırıq nümunəsi 22. Aşağıdakı kod hansı səhv mesajı verər? Bizə yenə bir siyahı verilib və bu siyahıda print x5. Bu nə deməkdir? Yəni 5-ci yerdə olan 5-ci indeksdə olan ədədi çap eləməyimizi istəyir. Biz bunu sayanda 0, 1, 2, yəni biz bunu belə nömrələyəndə burada 5-ci indeks var, yoxdur. Əgər bu siyahı uzun olsaydı, burada 3, 4, 5, yəni burada 5-ci bir qiymət olsaydı, mən bu zaman bunu çap eləyə bilərdim. Yox, burada olmadığına görə mən bu indeksdəki ədədi çap eləyə bilmirəm. Yəni indekslə bağlı bir səhv çıxır. Index error cavab 22-də A variantına uyğun olmuş olur. Daha sonra tapşırıq nümunəsi 23. Deməli, bu test tapşırıq nümunəsində də yenə deflərlə bağlı bir sual nümunəsidir. Bizə yenə bir funksiya verilib
və onun qiymətini təyin edib hesablamamızı istəyir. Deməli, burada bizə x bərabərdir 3, y bərabərdir 5 qiymətləri verilib. Burada isə funksiya x, yəni ancaq x-in qiymətini götürməyimizi istəyir. Yəni x-in yerinə burada 3 qoyacağıq. Biz burada əgər funksiya x, y yazılsaydı, siz həm 3-ü, həm də 5-i götürə bilərdiniz. Amma bizdən sadəcə və sadəcə funksiya x-i istədiyinə görə ancaq x-in qiymətini, yəni x bərabər 3 qiymətini götürürük. X-in qiyməti 3, y-in qiyməti 10 və return-də yerinə qoyuruq. X-in qiyməti neçədir? 3. Vuraq. Y-in qiyməti neçədir? 10. Bərabərdir. Cavabı 30 almış oluruq. Cavab B variantına uyğundur. Bu tip tapşırıqlarda funksiyanın verdiyi dəyişənə mütləq diqqət etmək lazımdır ki, burada bizdə hansı funksiyanın qiymətini mənimsətməyimizi istəyir. Y-in qiymətini mənimsətmək istəmir. Elə ancaq buradakı qiymətini götürməyimizi istəyir. Daha sonra sual nümunəsi 24. Aşağıdakı kodun nəticəsi nə olacaq? Burada siyahı içərisində siyahı verilib və bizə belə bir indeks verilib. Bu indeksə qiyməti 5 yazmağımızı istəyir. Burada biz ilk öncə təbii ki, nömrələmədən istifadə eləyəcəyik. Gəlin bu verilmiş ümumi siyahımızı nömrələyək. Mən əvvəlcə siyahını daha aydın olsun deyə bura qeyd edirəm. 1, 2, 3, 4. Deməli, əvvəlcə siyahımızı nömrələyək. Yəni 0, 1. Deməli 0, 1. 0, 1 nömrələdi. Yəni 0-cı indeksdə hansı qiymət durur? 0-cı indeksdə bu qiymət durur. Hansı qiymət? 1, 2 qiyməti durur. Düzdür? 1, 2 qiyməti durur. Və bunu da yenə biz nə edəcəyik? Nömrələyəcəyik. Bunu da nömrələyəndə 0, 1. Həmin bax bu birinci yerdə duran qiymətin yerinə nə yazacağıq? Buradakı 5 yazacağıq. Yazacağıq qiymətimiz 1, 5. Artıq biz burada olan qiymətin yerinə yeni bir qiymət aldıq. 1, 5 siyahısı almış olduq. Yəni siyahı içərisində siyahının dəyişdirilməsi deyilir buna. Ən son olaraq da cavabımız olacaq 1, 5, virgül 3, 4. Yəni biz bu qiyməti almış olduq. Cavab B variantına uyğundur. Bir növ siyahı içərisində siyahını dəyişmiş olduq. Əvvəlcə ümumi siyahını nömrələdik. Nömrələdiyimiz siyahıdan 0-cı elementi tapdıq. 0-cı elementin qiymətlərini də təzədən nə etdik? Nömrələdik. Nömrələdikdən sonra buradakı birinci indeksə nə yazdıq? 5 qiyməti yazdıq və beləliklə yeni bir siyahı yaratmış olduq. Daha sonra sual nümunəsi 25. Burada da yenə deməli bizə tapşırıq nümunəsində deflərlə bağlı tapşırıqdır. Deməli funksiya 5 verib. Yəni burada x-in qiyməti nədir? 5-dir. Yəni x-in qiyməti 5-dir. Gəlin bunu addımlardan bu formada qeyd edək. 1. Birinci addımda x-in qiyməti 5-dir. If-ə düşürəm. X-in qiymətini qoydum, if-ə düşürəm. If, yəni x 5 bərabərdir 0. 5 0-a bərabərdirmi? Deyirəm ki, xeyr. Xeyr dediyimə görə hara düşəcək? Return-ə düşəcək. Yəni rekursiv bir funksiya alacaq. Əgər hə desəydi, return 1 qiymət qaytaracaqdı. Yox, bərabər deyil. Xeyr qiymət aldığımıza görə return-ə düşürük. Return-ə düşəndə x vuraq, bu funksiyanın bu qiymətini tapmağımızı istəyir. Gəlin tapaq. X-in qiymətini yerinə qoyaq. 5 vurulsun funksiya, mən f yazıram. X-in qiyməti nədir? 5 çıxaq 1. Yəni bərabərdir 5 vurulsun F4.
Yəni artıq x-in qiyməti, təzə qiyməti neçə oldu? 4 oldu. F-in içərisində aldığım qiymət x-in qiyməti oldu. İkinci addımda x bərabərdir 4 qiymətini istifadə eləyəcəm. 4 qiymətini istifadə eləyəndə 4 sıfıra bərabərdirmi? Deyirəm ki, xeyr. Yenə xeyr dediyinə görə, if-də xeyr dediyinə görə hara düşürəm? Return-ə düşürəm. Və qiymətini yerinə qoyuram. 4 vurulsun funksiya 4 çıxaq 1. Yəni x çıxaq 1. X-in yerinə 4 qoyuram. 4 vurulsun F3. Artıq x-in təzə qiyməti neçədir? 3-dür. X bərabərdir 3 qiymətini hesablayıram. 3 bərabərdir 0. 3 sıfıra bərabərdirmi? Deyirik ki, xeyr. Yenə return-də olan funksiyaya düşürük və onu həll edirik. 3 vurulsun funksiya 3 çıxaq 1 bərabərdir 3 vurulsun F2. X-in təzə qiyməti neçə aldıq? X almış olduq. Deməli, daha sonra 4-cü addımda x-in qiyməti artıq bizdə 2-dir. X-in qiyməti 2 olduğuna görə biz nə edəcəyik? Yenə eyni qayda ilə müqayisə eləyəcəyik. 2 bərabərdir 0. 2 0-a bərabərdirmi? Deyirik xeyr. Xeyr dediyinə görə yenə return-ə gəlirik. Return-ə gələndə qiyməti yerinə qoyuruq. 2 vurulsun funksiya 2 çıxılsın 1 bərabərdir 2 vurulsun F1. X-in qiyməti artıq neçədir? 1-dir. Daha sonra yenə eyni qayda ilə davam edirik. X bərabərdir 1 yoxlayırıq. 1 0-a bərabərdirmi? Deyirik ki, xeyr. Yenə eyni qayda ilə return-ə düşürük və qiyməti yerinə qoyuruq. 1 vurulsun F x, yəni 1 çıxılsın 1 bərabərdir 1 vurulsun F0 qiyməti almış oldum. X-in qiyməti artıq neçədir? 0. 6-cı addımda ən sonuncu addım deyə bilərik buna. X-in qiyməti neçədir? 0-dır. Burada 0-ı gətirib yerinə qoyuram. 0 0-a bərabərdirmi? Yenə eyni qayda ilə davam edirəm. 0 0-a bərabərdirmi? Deyirəm ki, bəli. Bəli dediyinə görə, baxın, bəli dediyinə görə burada 0-ın qiymətini yerinə qoydum. 0 bərabərdir 0. Bəli, 0 0-a bərabərdir. Bərabər olduğuna görə hara düşəcək? 1-ə düşəcək. Deməli, x-in 0 olduğu zaman funksiyanın qiyməti neçədir? 1-dir. Gətirib buradakı 1 qiymətini nə edirəm? Yerinə qoyuram. Yəni, f0-ın qiyməti neçədir? 1-dir. 1 vurulsun 1. Yəni, return-də qiyməti bizə 1 qaytarır. Deməli, müqayisə etdik. Bəli cavabı aldıq. Bizə return-ün qiyməti neçə qaytardı? 1 qaytardı. Və 1-i gətirib F0-da yerinə qoyduq. Cavab isə 1 alınmış oldu. İndi aşağıdan yuxarı doğru aldığımız bütün qiymətləri yerinə qoyacağıq. İndi biz F1-in qiymətini aldıq. Gətirib yenə eyni qayda ilə yerinə qoyacağıq. 2 vurulsun buradakı qiymət. Bərabərdir 2 alındı. İndi yenə F2-nin qiymətini yerinə qoyacağıq. Yəni 3 vurulsun 2 bərabərdir 6. Yəni bu 2 deyər ki, yəni buradakı 2-ni yerinə qoyuruq. Buradakı 3 də zaten qabağındakı qiymətidir. Bərabərdir 4 vurulsun. F3-ün qiymətinə nə aldıq? X-in 3 olduğu zaman 6 aldıq. 6-nı yerinə qoyuruq. Bərabərdir 24 elədi. Və yenə addımımıza davam edirik. 5 vuraq. F4-ün qiymətini nə aldı? Yəni X-in 4 olduğu zaman qiymət nə aldı? 24 aldı. Yenə qiymətini yerinə qoyuruq. Cavab 5-i də 24-ə vuranda cavab 120 etmiş olur. Və beləliklə ən son nəticə olaraq cavabı X-in 0 qiymətini də tapdıq. Ardıcıl davam etdi. Qiyməti isə 120 almış olduq. Deməli, funksiyada verilən qiyməti ardıcıl şəkildə yerinə qoyduq və belə bir funksiyalar aldıq. Ən sonda doğru olduğu zaman bizə return 1 qaytardı.
Baxın, burada 1 qaytardı. 1-i qaytarandan sonra mən bu 1-i yerinə qoydum. F0-da 1 qaytardı. Elə bil burada F0-da 1 qaytardı. Yerinə 1 qoydum. Burada yerinə 1 qoydum. Burada yenə 1 qaytardı, yerinə 1 qoydum. Yəni 1-i bura vuranda 1 elədi. Burada artıq 2 qaytardı, yerinə 2 qoydum. Burada 6 qaytardı, yerinə 6 qoydum. Burada 24 qaytardı, yerinə 24 qoydum. Hər dəfə vurmadan alınan hasillərin cavabını yazdım və beləliklə ən son nəticə olaraq 120 cavabını almış oldum. Daha sonra 26-cı sual nümunəsi. 26-cı sual nümunəsi bir növ riyazi əməllərdən, riyazi məntiq mövzusu ilə Python'ın inteqrasiyası deyərdim. Əslində çox asan bir tapşırıq nümunəsidir. Biz bilirik ki, bizə 2 dənə belə x və y dəyişənləri verilib, onların qiymətləri verilib. Biz bu işarənin and işarəsi, yəni və mənasının olduğunu bilirik. Bizə x və y-in bir növ kəsişməsini istəyir. And bilirik ki, kəsişmə deməkdir, yəni kəsişməni istəyir. Yəni orada ortaq qiymətləri bizdən götürməyimizi istəyir. Bu zaman biz nə yazırıq? X-in qiymətini yerinə qoyuruq. 1, 2, 3 and y-in qiyməti neçədir? 3, 4, 5. Yəni and-də biz burada hər ikisində ortaq olan qiyməti götürürük. Hər ikisində ortaq olan qiymət də bizdə nədir? 3-dür. Baxın, 3-dür. Məsələn, 1 ancaq bir tərəfdə var, 2 ancaq bir tərəfdə var, 3 amma həm burada var, həm burada var. Deməli, bunun cavabı nə olacaq? 3 olacaq. Cavab 26-da B variantına uyğun olmuş olur. Daha sonra 27-ci sual nümunəsi say sistemi ilə bağlı bir sual nümunəsidir. Deyir ki, 89 ədədinin ikili say sistemində 8-lik və 16-lıq say sistemindəki qarşılıqlarının sonuncu rəqəmlərini ardıcıl yazsaq. Yəni biz 89 ədədini əvvəlcə ikili say sisteminə çevirəcəyik, sonra 8-liyə, sonra 16-lıq say sisteminə çevirəcəyik və aldığımız qiymətlərin ancaq sonuncu rəqəmlərini bir sətirdə yazacağıq və verilmiş bir sıra alacağıq. Bu sıranı bizdən tələb eləyirlər. Birinci gəlin 89-u ikili say sisteminə çevirək. İkili say sisteminə çevirəndə biz bilirik ki, nə edirik? Ardıcıl olaraq biz bunu indeksinə bölürük. Yəni ən asan üsulu budur. Yəni bölürəm 2-yə. 89-u 2-yə böləndə yaza bilərəm ki, 44. Yəni tam hissəni götürürəm 44. 44-ü 2-yə vuranda eləyəcək 88. Qalığım 1 qalır. Davam eləyirəm. Ta ki burada 0 və yaxud da ki 1 alınana kimi. Yenə bölürəm 2-yə. Deməli, qalır burada 22. 22-ni 2-yə vuranda 44. Qalır burada 0. 2-yə böləndə 11. 11-i 2-yə vuranda 22. Qalacaq 0. 2-yə böləndə 5. 5 dəfə 2, 10. Qalacaq 1. 2-yə böləndə 2 dəfə 2, 4. Qalacaq 1. 2-yə böləndə 1 dəfə 2, 2, 0. Yəni artıq burada yenidən 2-yə bölmürəm. Çünki mənim lazım idi ki, burada 0 və yaxud da ki, qiymətin 1 alınsın. Mən də 1 qiymətini aldım. Artıq mənə ehtiyac yoxdur ki, mən bunun davamını gətirim. Deməli, və bunu axırdan əvvələ doğru nə edirəm? Yazıram. Yəni, qiymət alıram. 1, 0, 1, 1, 1, 0, 1, 1, 0, 0, 0, 0, 1. Ən sonuncu qiymətim neçə oldu? Ən sonuncu qiymətim 1 oldu. Bu ikili say sistemində. Daha sonra eyni qayda ilə gəlin 8-lik say sisteminə çevirmiş olaq. Deməli, bu hissəni pozum ki, daha hamısını bir yerdə izah edə bilim.
Aha, 89 ədədini, daha doğrusu Daha doğrusu 89 ədədini artıq onluq say sistemindən 8-lik say sisteminə çevirəcəyik. Deməli, bu zaman nə edəcəyik? Yenə indeksinə böləcəyik. Yəni 8-ə böləcəyik. Neçə dəfə düşəcək? 10 dəfə. Onu 8-ə vuranda 80 eləyir. 89-dan 80 çıxanda 9 qalır. Yenə yazırıq. 8-ə bölürük. Bir dəfə 2 Daha doğrusu üzr istəyirəm. Bir dəfə 8, 8 yazıram qiyməti 8. Çıxanda 2 qalır. Artıq burada 1-i 8-ə bölmürəm. Çünki yəni 1 artıq 8-ə burada bölünmür. Ona görə burada dayandırıram prosesi və axırdan əvvələ doğru yazmağa başlayıram. 1, 2, 9 almış oldum 8-lik say sistemində. Daha doğrusu burada 8 və 9 biz ala bilmərik say sistemində 8-likdə, çünki 9 ədədi iştirak eləmir. Burada mən çox kobud bir səhvə yol vermişəm, üzrlü sayın. Deməli, burada bir dəqiqə. Deməli, biz burada 8-ə böləndə 11 dəfə yazmalıyıq. Mən 10 dəfə yazmışam. Ona görə də bizdə qiymət problemi yarandı. 11-i 8-ə vuranda 88 eləyir. 89-dan 88 çıxanda 1 qalır. Yenə eyni qayda ilə bölürəm 8. Bir dəfə 8, 8 eləyir. Cavabım 3 alınır. Və cavab 1, 3, 1 alındı 8-lik say sistemində. Daha sonra 16-lıq say sisteminə eyni qayda ilə çevirirəm. 89 bölürəm nəyə? İndeksinə, yəni 16-ya. 5 dəfə düşür. 5 dəfə vuran 5-i 16-ya vuranda 80 eləyir və burada 9 almış oluruq və burada 5-i də artıq 16-ya bölmürük. Cavabımız 5, 9, 16-lıq say sistemində almış olur və bizdən sualda nə istəyir? Ədədlərin ən sonuncu rəqəmlərini yazmağımızı istəyir. Ən sonuncu rəqəm burada nədir? 1-dir. Burada nədir? 1-dir. Burada da 9-dur. Yəni 1, 1, 9 cavabını almış oluruq. Cavab B variantına uyğun olmuş olur. Daha sonra 28-ci sual nümunəsinə tanış olaq. Burada da yenə say sistemi ilə bağlı test nümunəsidir. Deməli, bu tapşırıqda bizə deyir ki, hansı ikilik ədədin onluq qarşılığı həm 3-ə, həm də ki 5-ə bölünür. Bu zaman biz nə edəcəyik? Bizə burada variantlarda ikilik say sistemində verilmiş ədədlər verilib və bunun onluq say sisteminə çevrilməsini istəyir. Bu zaman biz onluq say sisteminə ilk öncə çevirəcəyik və baxacağıq həmin aldığımız ədəd həm 3-ə, həm 5-ə bölünürsə, deməli bizim doğru cavabımız odur. Bu tip tapşırıqlarda yaxşı olar ki, variantla işləyəsiniz. Deməli, A variantında 1, 0, 0, 1, 1. Biz bunu ikilik say sistemindən onluq say sisteminə çevirəcəyik. Təbii ki, nömrələmə üsulundan istifadə edəcəyik. 0, 1, 2, 3, 4. 1 vurulsun 2 üstü 4, üstə gəl 0 vurulsun 2 üstü 3, üstə gəl 0 vurulsun 2 üstü 2, üstə gəl 1 vurulsun 2 üstü 1, üstə gəl 1 vurulsun 2 üstü 0. Bərabərdir. A variantını yazmışam. 2 üstü 4, 16. 1'i 16'ya vuranda 16. Üstə gəlir sıfırlarımız əslində yazmasaq da olar. Çünki zaten bizə nəticəni 0 verir. Üstə gəl 2 üstü 1, 2 verir. 1'ə də vuranda elə yenə 2 verəcək. Üstə gəl 2 üstü 0 bizə 1 verir. 1'i də 1'ə vuranda bizə 1 verəcək. Cavabı 19 almış oluruq. 19 ədədi nə 3-ə, nə də ki 5-ə bölünmür. Deməli, doğru cavab A variantı ola bilməz. Baxıram B variantına. B variantında 1, 1, 1, 2, 3 dənə 0. Yenə eyni qayda ilə nömrələmə üsulundan istifadə edirəm. 0, 1, 2, 3, 4.
1 vurulsun 2 üstü 4 üzerine gel. 1 vurulsun 2 üstü 3 üzerine gel. Sıfırlar da yəni əslində yazmasaq da olar. Yəni sıfırın hasili bizə 0 verir. Bərabərdir 2 üstü 4 16 üstə gəl 2 üstü 3 bizə 8 verir. Bərabərdir cavabı 24 almış oluruq. 24 də nə 5-ə nə də 3-ə bölünmür. Ona görə doğru cavab ola bilməz. C variantına baxaq. C variantında 1, 1, 1, 1, 0, 4 dənə 1, 1, 2, 3, 4, 4 dənə 1 və bir dənə 0. Və yenə eyni qayda ilə onluq ədədə çevirək. 0, 1, 2, 3, 4. 1 vurulsun 2 üstü 4 üstə gələk. 1 vurulsun 2 üstü 3 üstə gələk. 1 vurulsun 2 üstü 2 üstə gəl. 1 vurulsun 2 üstü 1 üstə gələk. 0 vurulsun 2 üstü 0 bərabərdir. 2 üstü 4 neçə eləyir? 16. Üstə gələk 8. Üstə gələk, yəni 2 üstü 3 bizə 8 verir. Üstə gəl 2 üstü 4. Daha doğrusu 2 üstü 2 bizə 4 verir. Üstə gəl 2 üstü 1 bizə 2 verir. Və beləliklə biz cavabı 16-nın üzərinə 8 gələndə 24, 24-ün üstə 6 gələndə 30 almış oluruq. 30 isə 3-ə də bölünür, 5-ə də bölünür. 30-u 3-ə böləndə 10 qalır, 30-u 5-ə böləndə 6 qalır. Deməli, elə mənim doğru cavab variantım C variantı olmuş olur. Yəni bu tip test tapşırığında ilk öncə verilmiş ədədləri deməli İkili say sistemindən onluq say sisteminə nömrələmə üsulu ilə keçirdik və baxdıq, gördük. Ən son aldığımız ədəd, ən son məsələn ədədlər almış, 19 almışıq, 24 almışıq, 30 almışıq və s. Biz bu ədədlər içərisindən hansı 3-ə və 5-ə bölünürsə, o qiyməti götürdük. Deməli, cavab C variantına uyğun olmuş oldu. Daha sonra 29-cu sual nümunəsi ilə davam edək. Deyir ki, onluq say sistemində verilmiş bu ədədi 16-lıq say sisteminə çevirdikdə alınan sıfırların sayını tapın. Biz bu tip tapşırıqlarda ən asan variant odur ki, əvvəlcə biz bunu 2-nin qüvvətinə gətirək. Yəni biz 8-i 2-nin qüvvətində yazaq. 8-i 2-nin qüvvətində 2-nin kubu kimi yaza bilərik? Bəli. 2-nin qüvvətində 8-i yazdıq, bir mötərizə açırıq və buradakı 14-də heç bir iş eləməmişik. Ona görə 14 öz yerində qalmış olur. Və biz buradan riyazi qayda ilə bilirik ki, yəni bu tip test tapşırıqlarında 3-ü 14-ə vuranda 2 üzərindəki ümumi bir qiymət almış oluruq. Yəni 2 üstü 42 almış oluruq. 3-ü 14-ə vuranda 42 etmiş olur. 3 vur 14 bərabərdir 42. Yəni riyazi qaydadır bu. Daha sonra mən bunu aldım. 2 üstündə ümumi bir ifadə aldım. İndi bunu istədiyim say sisteminə çevirib qiyməti ala bilərəm. Məndən hansı say sistemində istəyir? 16-lıq say sistemində. 16-lıq say sistemində mən bilirəm ki, 2 üstü 4-dür. Yəni 4 bitlə ifadə olunur. Mən deməli bu ifadəni elə bir ifadəyə gətirməliyəm ki, 2 üstü 4 ilə ifadə edim. Yazıram 2 üstü 4, mötərizəni bağlayıram. Çünki bu 2 üstü 4-ün yerinə artıq bir 16 durur. Məndən də 16-lıq say sistemindəki ədəd istəyir. Yazdım və 2 üstü 4-ü yazandan sonra mən buradakı 42-ni tamamlamalıyam. Məsələn, düşünməliyəm. Bura elə bir qiymət yazmalıyam ki, 42-yə yaxın bir qiymət olsun. 10 yazsam, 4-ü vuraram ona, 40 eləyər. Amma mənim bir dənə də 2 qiymətim var. Yəni plus 2 də var. Plus 2-ni də riyazi qayda ilə yazmaq üçün 2 üzərində 2 yaza bilərik. Yəni artıq buradan belə bir nəticə çıxır ki, 4 vuraq 10, üstə gələk 2 riyazi qayda ilə burada 42 cavabını almış oluruq. Və buradan artıq biz çevrilmələrimizi yazdıq. Misalın son nəticəsinə gəlib çata bilərik. 2 üstü 4-ü artıq 2 üstü 4 deyil də artıq 16 kimi qeyd edirəm. Çünki mənə lazım olan 10 və 2 qiymətini tapmışam. 16 üzərində 10,
vurulsun. 2 üstü 2-ni də yenə 4 formasında yazıram. Ehtiyac yoxdur ki, mən onu 2 üstü 2 formatında yazım. Yəni buradan 4 vurulsun 16 üstü 10 qiyməti almış olduq. Yəni bu ifadənin qiyməti bizə onu bildirir ki, 4 arxasında 10 dənə 0. Yəni 16-nın qüvvətində neçə dayanıb? 10 dayanıb. Bu o deməkdir ki, 4 yazılır. 4'ü yazdım burada. Burada 16'nın üzərində olan, qüvvətində olan qiymət qədər sıfırların sayı var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Yəni mənim yekun olaraq qiymətim bu qiymətdir. Və məndən nə istəyir? Sıfırların sayını istəyir. Cavab burada B variantına uyğun olur. Heç siz imtahanda bunu belə qayıdıb bir də açıq formada yazmaya ehtiyac yoxdur. Əgər sizdən açıq formada yazmağınızı tələb eləsək hansı qiymət alınar, o zaman 4 arxasında 10 dənə 0 yazın. Amma yoxsa sizdən sadəcə alınan sıfırların sayını soruşduğuna görə elə bilin ki, burada 16-nın deməli qüvvətində olan qiymət, 16-nın qüvvətində olan bu 10 qiyməti elə sıfırların sayı deməkdir. Elə birbaşa orada 10 qiymətini yazıb cavabı almış ola bilərsiniz və vaxtınıza qənaət eləmiş ola bilərsiniz. Cavab B variantına uyğundur. Daha sonra keçək test tapşırıqlarından 30-a. Deməli, bizə deyir ki, kilobaytın 1/4 hissəsindən ibarət məlumatda neçə bit informasiya var? 1 kilobaytımız, biz bilirik ki, 1 kilobaytımız 2 üstü 10 bayt deməkdir. Yəni 1024 bayt deməkdir. Bunun 1/4 hissəsi nə deməkdir? Yəni 2 üstü 10'u vururam 1/4'ə. Bərabərdir 2 üstü 10 vurulsun. 4'ü 2 üstü 2 kimi yazsam, üstləri çıxıb mənim işimi daha asanlaşdıra bilərəm. Yəni 2 üstü 10 bölünsün 2 üstü 2 bərabərdir. Riyazi qayda ilə belə bölmədə üstlər çıxır. Qalır nə? 2 üstü 8. Aha, 2 üstü 8 baytdır. Amma məndən cavabı nə ilə istəyir? Bitlə istəyir. Məndən cavabı bitlə istədiyinə görə mən nə edəcəm? Baytı nə edəcəm? Bitə çevirəcəm. Yəni bunu bir dənə də 8 bitə vuracam. Və yəni artıq mən də qiymətimi baytdan aldım. Sizdə cavab nəticəni bitlə istəyir. Ona görə 8 bitə vurduq. Yəni 2 üstü 8 vurulsun 8 biti də 2 üstü 3 kimi yaza bilərik. Bərabərdir 2 üstü 11 bit alınır. Cavab variantlarında 2 üstü 11 deyə bir ifadə yoxdur. Biz bunu təbii ki, yəni bir qiymət halına gətirə bilərik. 2 vurulsun 2 üstü 10 bit. Yəni biz burada 2 üstü 10'un yerinə 1024 qoyarıq. 2 vurulsun 1024 bərabərdir 2048 bit almış olarıq. Cavab 30'da Y variantına uyğundur. Yəni bu hissədən sonrası artıq bir riyazi qaydadır. Yəni riyazi olaraq istəsəniz 2 üstü 8'i 256 deyə də qeyd eləyib 8'ə vurub da elə cavabı ala bilərsiniz. 2 üstü 8 256 deməkdir. 2 üstü 56 baytı da bitə çevirmək üçün 8 bitə vurursunuz və ümumilikdə 2048 cavabını alırsınız. Amma imtahanda bir növ vaxta qənaət eləmək üçün 2 üstü qüvvətlərlə işləsək düşünürəm ki, daha faydalı olur. Vaxta qənaət eləmiş olarıq. Daha sonra 32-ci sual nümunəsində bizə deyir ki, 32 rəngli qrafik təsvir 512 256 nöqtədən ibarət olarsa, o yaddaşda nə qədər yer tutar? Deməli, 32 rəngli deyir. Ümumi rənglərinin sayı neçədir? 32'dir. Mən ümumi rənglərinin sayının 32 olduğunu bilirəmsə, bir rəngə düşən qiyməti tapmalıyam. O zaman 32'ni 2 üstü 5'dən ifadə edirəm. 2 üstü 5, yəni 32 demək. Yəni bir simvola neçə bit yer düşür? 5 bit yer düşür. Və həcm məsələsidir. Bildiyimiz həcm məsələsində, yəni bütün verilənləri nə edəcəyik? Sadəcə vuracağıq və qiymət alacağıq. 5 vurulsun
512 vurulsun 256. Biz burada cevabı bitlə almış oluruq. Çünki 5 bitə vurduq. Amma bizdən cavabı görürük ki, cavab variantlarında kilobaytdan istəyir. Yaxşı olar ki, biz bunu qüvvətə gətirək. 5 vurulsun 512-nin yerinə 209 yazaram. 256-nın yerinə 208 yazaram. Və bitdən kilobayta çevirməyimiz istəyir. Bitdən kilobayta çevirmək üçün ilk öncə parçalaya bilərik. Bitdən bayta çevirmək üçün 8-ə, yəni 2/3-ə bölərəm. Kilobayta da çevirmək üçün 2/10-a bölərəm. Yəni ümumilikdə 2/13-ə bölmüş olaram. 2/3-ə böləndə bayta çevirmiş oluram. 2/10-a böləndə də kiloya çevirmiş oluram. Və ən son olaraq da cavabı hesablaya bilərik. Deməli, ixtisar gedəndə burada 1 qalır. Yəni burada artıq qiymətim 5 vurulsun 2/8 bölünsün 2/4 qaldı. Yəni burada 2 qalmışdı. Yəni burada deməli 2/9 ilə 2/10 ixtisar aparanda getdi. Burada sadəcə 2 qaldı. 2, yəni 2/1 qaldı. 1 ilə 3-ü toplayanda da 4. Yəni bu 4-ü oradan yazdım. İxtisar aparanda 1, yenə 2/4 qalır burada. Bərabərdir 5 vurulsun 2/4 bərabərdir 5 vurulsun 2/4 də 16 deməkdir. 5-i də 16-ya vuranda 80 kilobayt almış oluruq. Cavab C variantına uyğun olmuş olur. Daha sonra 32 nömrəli test nümunəsi. Hosting nədir? Məsələn, hostingi mən ən asan versiyada belə izah eləyərdim ki, deməli, məsələn, biz marketə gedirik. Marketdə görürsünüz ki, hər məhsulun öz durduğu yeri var. Məsələn, çörəklər başqa bir istiqamətdə durur, çaylar başqa bir istiqamətdə. Yəni, hər məhsulun özünün yeri var, yerləşdiyi yeri var. Bizim internetdə yaratdığımız saytlarında internetdə mütləq ki, yerləşmə yeri olmalıdır. Bu xidmətə biz hosting deyirik. Yəni, hosting xidməti yaradılan saytın internetdə yeridir. İnternetdəki məkanıdır. Buna internetdə yerləşdirmə xidməti deyirik. Cavab 32-də Y variantına uyğun olmuş olur. 33. Deməli, Windows-la bağlı bir sual nümunəsidir. Bu aero funksiyası obyektin başlıq sətrindən tutub silkələdikdə digər obyektləri gizlətmiş olur. Bu deməli funksiya təbii ki, AuroShake funksiyasıdır. Yəni bununla biz tutub bir neçə pəncərə varsa, pəncərənin başlıq sətrindən tutub silkələdikdə digər obyektlər gizlənmiş olur. Bunu da shake funksiyası vasitəsilə yerinə yetirmiş oluruq. Daha sonra 34-cü test nümunəsi. Klaviaturanın Home düyməsini kliklədikdə kursor mövqeyini hara dəyişir? Word-la bağlı bir sual nümunəsidir. Home düyməsi klikləndikdə burada artıq kursor yerini sətrin əvvəlinə dəyişmiş olur. Cavab B variantına uyğun olmuş olur. Daha sonra 35-ci sual nümunəsi deyir ki, 50 megabaytlıq faylı, yəni faylımızın ölçüsü 50 megabaytdır. 1 gigabayt həcmli flash karta neçə dəfə yazmaq olar? Yəni sizin verilmiş flash kartın ümumi həcmi 1 gigabaytdır. Və sizə deyir ki, 50 megabaytlıq faylı bu flash karta neçə dəfə yazmaq olar? Bu zaman biz flash kartın ümumi həcmini, yəni 1 gigabaytı faylın həcminə bölürük. Yəni 50 megabayta bölmüş oluruq. Qiymətləri yerinə qoyaq. Gigabaytımız bilirik ki, 230 bayt deməkdir. Bölünsün 50 vuraq. Deməli, megabaytdakı 2/10 deməkdir. 10 bayt deməkdir. Yəni artıq mən bayta çevirdim ki, işimi daha asanlıqla yerinə yetirə bilim. Burada ixtisar aparacağam. Deməli, daha doğrusu burada üzr istəyirəm. Megabayt 220 deməkdir. 210 kilobaytdır. 50 vurulsun 220 bayt yazdıq və ixtisar aparacağım 1.
burada artıq 2 üstü 10 qalacaq. Riyazi qayda ilə 30-dan 20-ni çıxanda 10 qaldı. 2 üstü 10, yəni 1024 bölünsün 50. 1024-ü 50-yə böləndə 20 tam %48 bir qiymət alacağıq. Amma biz burada diqqət eləməliyik nəyə? Bizdən neçə dəfə yazmaq olar onu soruşur, düzdür? Biz burada qiymət olaraq fikir verməliyik ki, ümumi bir sanki bir bankadır. Bu bankaya tutaq ki 5 litr tutur. Siz bunun içərisinə ən maksimal 5 litrlik bir su tökə bilərsiniz, düzdür? 6 litrlik suyu tökə bilərsiniz? Yox, tökə bilməz. Yəni yerləşməz, qıraqlarından aşıb daşacaq. Yəni bu da onun kimidir. Əgər burada bizdən neçə dəfə yazmaq soruşursa, biz 20 dəfə deyirik. 20 dəfə nə edə bilərik? Yaza bilərik. Əgər biz burada 21 dəfə yazsaq, yerləşməyəcək. Axı 20 tam %48 dəfə yaza bilərsən. Sən bunun yerdə qalanını yerləşdirə bilməzsən. Ona görə 21 yox, nə qədər yerləşə bilərsə onu seçirik. Yəni 20 dəfə yerləşdirə bilərik. Daha sonra 36-cı test nümunəsi informasiyanın hansı formaları var? İnformasiyanın formaları biz bilirik ki, 2 dənədir. Bu formalar deməli analoq, rəqəmsal olaraq bölünür. Yəni analoq və rəqəmsal. Analoq ətraf mühitdən aldığımız, təbiətdən aldığımız informasiyalardır. Rəqəmsal isə yəni rəqəmli qurğulardan aldığımız informasiyalar deyilir. Ona görə 36-da cavab C variantına uyğun olmuş olur. 37-ci test nümunəsində deyir ki, Murad kinoya baxarkən qəhrəmanın dialoqunu eşidir və onun hisslərini anlayır. Bu zaman Murad hansı növ informasiya qəbul edir? Deməli, burada Murad kinoya baxarkən qəhrəmanın dialoqunu eşidir və onun hisslərini anlayır. Burada düzdür, Murad həm görmə, yəni vizual deməli informasiya eşidir, daha doğrusu vizual informasiya qəbul edir, həm də ki eşitmə informasiyası qəbul edir. Amma bizdən situasiyaya baxanda dəqiq bir cavab soruşur. Sizdən deyir ki, kinoya baxarkən qəhrəmanın dialoqunu eşidir. Yəni Muradın fikri nəyə əsaslanıb, ən çox nəyə köklənib, onun ən çox diqqəti nədədir? Dialoqdadır. Muradın fikri ən çox dialoqdadır. Dialoq eşidir və onun hisslərini bir növ anlayır. Yəni artıq eşitmə orqanı öz funksiyasını yerinə yetirir. Diqqəti ən çox eşitmədədir, ən çox dialoqdadır. Bu zaman biz 37-ci sualda təbii ki, eşitmə informasiyasını seçəcəyik. Daha sonra 38-ci test nümunəsi məntiqi əməllərlə bağlı test nümunəsidir. A, B və C-nin qiymətləri verilib və bizə verilmiş ifadə A. Deməli, biz bilirik ki, bu ifadə həll olunması üçün A, B və C-nin qiymətlərini nə etməliyik? Yerinə qoymalıyıq. Amma ilk öncə bilməliyik ki, bu işarələr nəyi bildirir? Baxın, bu işarə bizdə disjunksiyanı bildirir. Bu işarə isə bizdə konjunksiyanı bildirir. Disjunksiya bir növ məntiqi toplama deməkdir. Konjunksiya isə bir növ məntiqi vurma deməkdir. Deməli, bu zaman biz artıq işimizi asanlaşdırırıq. Sadəcə toplama vurma yerinə yetirmiş olacağıq. Yəni burada olacaq, deməli A, üstəgəl B vurulsun C və qiymətləri nə edəcəyik? Yerinə yerləşdirib nəticəni tapacağıq. A-nın qiyməti neçədir? 0. Üzərinə gəl. B-nin qiyməti neçədir? 1. 0-ın üzərinə 1 gəlirəm, vurulsun C. Yəni C-nin qiymətini də 1 yerləşdirirəm. Mötərizə bizdə burada mühüm əhəmiyyət kəsb eləyir. Çünki misalımızın mənasını dəyişə bilər. Ona görə diqqətli olmaq lazımdır ki, mötərizələri unutmayaq. 0-ın üzərinə 1 gələndə 1 eləyir.
Biri də 1-ə vuranda 1 eləyir. Cavabım B variantı olmuş olur. Daha sonra keçək digər sual nümunəsinə 39. Deməli, bu test nümunəsində bizə bir növ verilənlər bazasından işləmək tələb olunur və deməli, bizə meyvələr adlı verilənlər bazası verilibdir və bizə aşağıdakı belə bir sorğu verilibdir. Bu sorğunun nəticəsini soruşur. Gəlin buradakı bu sorğunu yerinə yetirək. Deməli, kivi bərabərdir 62, yəni kivilərin sayı 62-yə bərabər olmalıdır. Baxıram kivi sütunu buradadır və qiyməti 62 olanlar, 62-yə bərabər olanlar 2 dənədir. Qiymətləri neçədir? 3 və 4-dür. Yazıram 3, 4, mötərizəmi hər zamanki kimi yazıram. Or işarəsi hələ ki olduğu yerində qalır. Sonra banan sütunu buradadır. 54-dən böyük qiymətləri yazıram. 60 54-dən böyükdür. 63 54-dən böyükdür. Qiyməti neçəni yazıram? 1-i və 4-ü yazıram. Burada unutmamaq lazımdır ki, biz burada nömrələrlə işləyirik. Yəni 60 63-ü yox da, buradakı nömrələri qeyd eləmək işimizi daha asanlaşdırır. And not ardıcıllığımızı pozmadan davam edirik. Ananas kiçikdir 40. Ananas sütununda ananasların həcmi 40-dan kiçik olan 39, qalan bütün qiymətlər 40-dan böyükdür. Yazırıq 1, 39. Bərabərdir. Artıq burada or və and funksiyasının nə iş icra elədiyini biz mütləq şəkildə bilməliyik. Deməli, or bilirik ki, birləşmə deməkdir. Yəni bütün qiymətləri öz tərkibinə alır. Yəni bu ifadənin qiyməti olacaq 1, 3, 4. Bütün qiymətləri götürdü. Bütün qiymətləri or qəbul eləyir. And burada artıq mötərizəni yazmasaq da olar. Amma çaşdırmamaq üçün təbii ki, yaza da bilərsiniz. And bu hissəyə gəlirəm not. Not inkar deməkdir. Yəni sizə not 1 veribsə də o deməkdir ki, 1-i yox da 1-dən geridə qalan qiymətləri götürəcək. Yəni 1-i istəmir. İnkarını istəyir. 1-dən sonrakı qiymətləri, 1-in iştirak eləmədiyi bir siyahı istəyir. Bu zaman biz nə yazacağıq? Yazacağıq 2, 3, 4. Yəni bu qiymətlə, bu 4 dənə qiymətin içərisindən deyir ki, 1-i yazma. 1-i istəmirəm. 2, 3, 4-ü yaz. Bu formada yazdıq. Aha, gəlirik artıq and funksiyasını icra etməyə. And funksiyası oradan fərqli olaraq ancaq ortaqları götürür. Yəni kəsişmə deməkdir. Yəni burada bu birinci tərəfdə və ikinci tərəfdə hansı qiymətlər eynidirsə də, hansı qiymətlər həm andin sağ tərəfində, həm də sol tərəfində iştirak eləyirsə də onları götürəcək. Yəni 3-ü, baxın 3 burada da var, burada da var. 4-ü, 4 burada da var, burada da var. Amma 2 və yaxud da ki 1 ancaq bir tərəfdədir. Ona görə cavabımız nə olacaq? 3, 4 olacaq. Bizdən də hansı yazılar göstərdiyini istəyir. Cavab seçirik. D variantı 3 və 4-ü göstərmiş olur. Daha sonra keçək 40-cı test nümunəsinə. Deməli, deyir ki, aşağıdakı yazılardan hansı IP ünvandır? IP ünvanında diqqət etməli olduğumuz 2 nüans var. Birincisi, qiymətlər mütləq şəkildə 0 və 255 aralığında olmalıdır. 255-i aşmamalıdır. Ən minimal qiymət 0 ola bilər. Ən maksimal da 255 ola bilər. Daha sonra ikinci nüans ondan ibarətdir ki, bir növ 4 dənə qutudan ibarətdir. Baxın belə. Hər qutunun arasında bu birinci qutu, ikinci qutu, üçüncü qutu, dördüncü qutu. Bir növ bu qutular olmalıdır. Hər qutudan deməli bu aralıqda da nöqtədən istifadə olunmalıdır. Və bu hər bir qutunun içərisinə 0-255 aralığında olan istənilən ədədi biz daxil eləyə bilərik.
0 və 255-i aşmadan təbii ki. A variantında 0, 0, 0 doğrudur. Ancaq sıfırlardan verilmiş bir IP ünvan olar. B variantında ancaq 255-dən ibarət bir IP ünvan verilə bilər. Bu da doğrudur. C variantında 192, 168, 11. Kutularımın sayı 4 dənədirmi? Bəli, birinci, ikinci, üçüncü, dördüncü və qiymətim 0 ilə 255-i aşır. Aşmır ki? Xeyr. Deməli, bu variantda doğrudur. Amma məndən təbii ki, yanlış istəyir. Diqqətli olmalıyam. D variantına gəlirəm. 300, 1, 1, 1. Qutularımın sayı doğrudur. Burada heç bir problem yoxdur. Qiymətlərə baxıram. Qiymət 0-255 aralığındadırmı? 300, 255-in, baxın 300. 250, 0 ilə 255-in aralığındadırmı? Yox. 255-dən yuxarı qiymətdir. Ona görə olmaz. 300 bu deməli qutuda yazıla bilməz. Ona görə D variantı yanlışdır. Elə bizdən də yanlış istədiyinə görə D variantını seçirik. Y variantına da baxsaq, yenə görəcəyik ki, qutularımın sayı 4 dənədir və deməli burada ədədlər də 0 və 255 əhatə elədiyinə görə heç bir problem yoxdur. Bu da doğrudur. Deməli, burada fikir verdik qutuların sayına və qiymətin 0 və 255 aralığında əhatə olunmasına. Bizdən də yanlış istədiyinə görə cavab D variantını seçmiş olduq. Daha sonra keçirik 41-ci sual nümunəsinə. 41-ci sual nümunəsində bizə deyir ki, şəbəkənin qəbul etmə sürəti 4 megabit saniyədir. Bu şəbəkə ilə 16 saniyədə maksimum neçə megabayt informasiya qəbul etmək olar? Biz bunu ən asan variant ya S bərabərdir VT düsturundan istifadə edə bilərik və yaxud da ki 1 saniyəyə 4 megabit bölünmüş informasiya ötürürsə də, yəni bu ifadəni bu şəkildə yazırıq. Bəs 16 saniyəyə nə qədər məlumat ötürmüş olar? Bir tənasüb həll eləyirik, çarpaz vururuq. Bu zaman x bərabərdir 16 vurulsun 4 megabit almış oluruq. Yəni 16-nı da 4-ə vuranda 64 megabit almış oluruq. Biz normalda cavabı 64 megabit aldıq. Amma bizdən cavabı nə istəyir? Megabayt istəyir. Yəni siz bu cavabı bitdən bayta çevirməlisiniz. Bu zaman 64 megabiti böləcəksiniz 8-ə ki, bunu bayta çevirəsiniz. 64-ü də 8-ə böləndə 8 megabayt alınmış olur. Cavab 41-də B variantı olmuş olacaq. Bu tip tapşırıqlara diqqət eləmək lazımdır. Biz cavabı bitlə aldıq, amma bizdən cavabı baytla istədiyinə görə 8-ə böldük ki, 8 bayta böldük ki, ifadəmizi baytla alaq. Və bildiyimiz S bərabərdir VT düsturundan da istifadə edib 4-ü o halda da istifadə eləsək, S bərabərdir VT, sürət neçədir? 4-dür. 4 megabit bölünmüş saniyə vurulsun. T'nin qiyməti neçədir? 16. 16 saniyə. Bərabərdir. Yenə 64 megabit almış oluruq. Yenə eyni qayda ilə 64 megabiti 8 bayta bölüb 8 megabayt alıb yenə də cavabı almış olarıq. Hər iki variantında sizə göstərdim. Hansı sizin üçün daha rahatsa onu istifadə edə bilərsiniz. Tənasib forması bu formadadır. Deməli, düstur forması bu formada istifadə olunaraq yazıla bilər. Daha sonra 42-ci test nümunəsinə baxaq. Deyir ki, hansı yaddaş növü enerjini itirdikdə məlumatı saxlamağa davam edir? Yəni, kompüter sönsə belə oradakı informasiyalar silinmir. Oradakı informasiyalar daimi olaraq saxlanılır. Biz bilirik ki, məsələn, RAM hal-hazırda, məsələn, mən burada sınaq izah eləyirəm, arxada hansı bir proqramlar açmışam, hal-hazırda emal edir. Mən, məsələn, kompüteri söndürsəm, RAM-da olan informasiyalar silinəcək.
Amma ROM-da olan informasiyalar kompüteri söndürsən belə heç bir şəkildə, heç bir halda silinmir. Çünki enerji davamlıdır. Burada çünki sistem proqramları və s. saxlanılır. Ona görə burada 42-də cavab variantımız C variantı olmuş olur. 43. Hər hansı bir proqramı istifadə etmək üçün kompüterin əməliyyatlarını idarə edən proqram təminatına nə deyilir? Biz bilirik ki, kompüterdə müəyyən işləri yerinə yetirərkən əməliyyat sisteminin sayəsində orada bir idarə prosesi yerinə yetirilir. Digər proqramlar arasında əlaqə yaradılır. Ona görə burada biz cavab variantını 43-də C variantı əməliyyat sistemi seçirik. Çünki əməliyyat sistemi kompüterin əməliyyatlarını idarə edir. Proqramlar arasında bir növ əlaqə yaradır. Ona görə bizdə də əməliyyat sistemi cavab variantı olmuş olur. Touchpad ilə bağlı hansı xüsusiyyət doğrudur? Touchpad nədir? Touchpad notebooklarda görmüş olarsınız. Notebooklarda mouse'un əvəzinə verilmiş belə düzbucaqlı formatında bir sensor kimi istifadə olunan bir hissədir və burada siz belə sürüşdürərək mouse'u yəni idarə edə bilirsiniz. Siçanın göstəricisini idarə edə bilirsiniz. Buna touchpad deyirlər. Və bu da bir növ siçanın növüdür. Yəni siçandan, yəni mouse'dan heç bir fərqi yoxdur. Fərqi odur ki, sadəcə notebooklarda düzbucaqlı formasında verilir. Ona görə biz burada touchpad siçanın yerinə istifadə olunan bir giriş qurğusudur. Variantını seçim edə bilərik. Deməli, burada məsələn A variantında yalnız müəyyən ekranlara daxil olmaq belə bir anlayış yoxdur. Yalnız giriş siqnallarını qəbul edir, heç vaxt məlumat göndərmir. Belə bir məlumat da biz touchpadla bağlı yaza bilmərik. Giriş məlumatlarını qəbul edir kimi bir variant, yəni doğru deyil. Çıxış qurğusudur, yəni yalandır, yəni giriş qurğusudur. Touchpad yalnız ekran kimi istifadə olunur, başqa məqsədi yoxdur. Ekran kimi istifadə olunmur. Touchpad ekran deyil. Sadəcə siçanın göstəricisini idarə etmək üçün bir qurğudur da, yəni notebookun üzərinə belə yapışdırılmış şəkildə olur. Ona görə yəni ekranla heç bir əlaqəsi yoxdur. Daha sonra 45-ci sual nümunəsi. Antivirus proqramı nə edir? Biz bilirik ki, kompüterə müxtəlif zərərli proqramlar yüklənə bilər, daxil ola bilər. Bunlara virus deyirlər. Virusların da qarşısını almaq üçün, bir növ onları sağaltmaq üçün antivirusdan istifadə edirik. Və antivirus bir növ kompüteri qoruyur və virusları tapır. Kompüteri qoruyur və virusları tapır. Ona görə 45-də cavab C variantına uyğundur. 46 akseslə bağlı bir sualdır. Xarici açar hansı məqsədlə istifadə olunur? Xarici açar verilənlər bazasında bir cədvəldən, məsələn, hansısa bir cədvəl verilib, digər bir cədvəl arasında əlaqə yaratmaq üçün istifadə olunur. Bir cədvəldən digər cədvələ əlaqə qurmaq üçün istifadə olunur. Ona görə 46-da cavab C variantına uyğun olmuş olur. Daha sonra 47. Deyir ki, PowerPoint-də animasiya nəyi ifadə eləyir? Deməli, PowerPoint-də biz bilirik ki, obyektlərə keçid verə bilərik. Yəni hansı formada ekrana gəlsin, hansı formada ekranda əks olunsun. Animasiya obyektlərə verilmiş bir keçiddir, bir effektdir. Yəni orada istifadə olunmuş hər hansı belə bir smaylik ola bilər, hər hansı bir şəkil ola bilər, hər hansı bir cədvəl ola bilər. Yəni hər hansı bir xırda bir detallara, xırda bir obyektlərə verilən keçidlərdir. Ona görə biz 47-də B variantını seçməyi məqsədə uyğun hesab edə bilərik. Slayddakı obyektlərin hərəkət etməsi və yaxud da ki, dəyişməsi üçün istifadə olunur. 48-ci sual Excel ilə bağlı bir sualdır. Exceldə biz müəyyən funksiyalar var, o funksiyaları bilirik və onları indi istifadə edərək biz nəticəni tapacağıq.
Deməli, verilmiş elektron cədvəl fraqmentinə əsasən D4 xanasının qiymətini hesablayın. Məndən D4 xanasının qiymətini istəyir. Düşürəm D sütununa, D4 xanasını tapanda, yəni D sütunu və 4-cü sətr kəsişməsində mənə D4 xanasını vermiş olur. D4 xanasında isə belə bir düstur var. Minimum D1, D3. Yəni D1, D3 diapazonunda olan qiymətlərin minimumunu seç. Ona görə mən məcburam ki, D4-ün qiymətini tapmaq üçün D1-i, D2-ni, D3-ü həll edim. Aha, başlayaq. D1. D1 bərabərdir len B4 düsturu verilib. Len B4. Len bilirik ki, mətnin simvollarını saymaq üçün istifadə edirik. Pythonda da yəni saymaq üçün istifadə edirik. Burada da saymaq üçün istifadə edirik. Heç bir fərqi yoxdur. B4. Baxıram B4 hardadır məndə? B4 gəlir bura düşür. Və burada olan sözün deməli simvolların sayını istəyir. Gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. D1-də cavabı nə aldım? 9 aldım. D2-ni tapaq. D2-də deyir ki, A1, C4 diapazonunda maksimal qiymətini tap. Əvvəlcə A1, C4 diapazonunu tapıram. A1, C4 diapazonu məndə, baxın, bu ərazini əhatə eləyir. A1-dən başlayır, C4-də bitir və bu diapazonda ən minimumunu tapmağı istəyir. Burada isə, daha doğrusu üzr istəyirəm, maksimalını tapmağı istəyir. Maksimal qiymət isə bunların içərisində 1111-dir. Baxın, bu qiymət ən maksimalıdır. Burada ümumiyyətlə sözlər var, onları saymırıq. Burada bir minimum qiymətdir, ən maksimum qiyməti də bu qiymətdir. Ona görə D2 xanasının qiymətini 1111 qeyd eləmiş oluruq. Daha sonra D3 xanasına gəlirəm. D3 xanasında deyir ki, C1 xanasının faktorialını tap. Faktorial deməkdir. C1 xanasının qiyməti nədir? 1-dir. Yəni 1 ədədinin faktorialını tap. 1 ədədinin faktorialı elə 1 deməkdir. Mən bunları tapdım. D1-in qiymətinə 9, D2-nin qiymətinə 1111, D3-ün qiymətinə isə 1 tapdım. İndi asanlıqla D4 xanasının qiymətini tapa bilərəm. İndi mənə deyir ki, D1, D2, D3 diapazonunda ən minimal qiyməti tap. Yəni 9 qiymətlərini yerinə qoyanda 1111, 1. Bunların içərisində ən minimumu, ən kiçiyi hansıdır? 1-dir. Cavabım A variantı olmuş olur. Ən minimumunu tapmış oldum. Daha sonra 49-cu sual nümunəsi. 49-cu sual nümunəsi informasiya cəmiyyəti ilə bağlı bir sualdır. Deyir ki, robot texnologiyasının inkişafı ilə bağlı aşağıdakılardan hansı ən böyük məqsəddir? Ən böyük məqsəd odur ki, robotları yaratmaqda məqsəd insanların işini asanlaşdırmaqdır. Yəni, insanlara kömək etmək, onların işini asanlaşdırmaq. A-da deyir, işini əvəz etmək yox. Robotlar əgər insanları əvəz etsə, iş yerlərinə baxsaq, neçə dənə insan işsiz qala bilər, elə ən böyük problem yarana bilər. Yəni, əvəz etmək deyil, ümumiyyətlə, yəni əvəz edə də bilməz, çünki insan əməyi tamam başqadır. Deməli, insanla robot arasında əlaqə qurmaq, yəni bu da bizim ən böyük məqsədimiz deyil. C variantında deyir ki, insan fəaliyyətini asanlaşdırmaq. Bəli, robotlar yaradılıb ki, insanların işini asanlaşdırsın. Məsələn, sənaye ola bilər, hansısa bir sahə ola bilər ki, orada məsələn ağır işlər ola bilər. Orada insanların işləməyi daha çətin ola bilər, amma robotlar o işi daha asanlıqla yerinə yetirə bilər. Ona görə biz deyə bilərik ki, insan fəaliyyətini asanlaşdırır. D-də niyə səhvdir? Deməli, robotların tamamilə müstəqil işləməsini təmin etmək, bunun ümumiyyətlə yəni əlaqəsi yoxdur. Bu da yəni doğru variant deyil. Robotları daha ucuz etmək, bu da yəni məqsəd, ən böyük məqsəd deyə bilmərik. Yəni böyük bir məqsəd daşımır.
ən belə başlıca, ən böyük məqsəd insan fəaliyyətini asanlaşdırmaq üçün istifadə olunur. 50-ci sual, sonuncu sual. Bu sualda informasiya cəmiyyəti ilə bağlıdır. İnformasiya cəmiyyətində informasiya təhlükəsizliyi nə deməkdir? İnformasiya təhlükəsizliyi, məsələn, hansısa bir məlumatlar var. Biz o məlumatları mütləq ki, qorumalıyıq. Onların saxtalaşdırılmasının qarşısını almalıyıq. Onların biz təmin eləməliyik ki, düzgünlüyü dəyişdirilməsin. Düzgünlüyünü təmin eləməliyik. Baxın, A variantında deyir ki, yanlış şəxsi məlumatların qorunması. Xeyr, yanlış şəxsi məlumatları qorunmur. Məlumatların düzgün toplanması. Məlumatların toplanmasının onun təhlükəsizliyi ilə əlaqəsi yoxdur. D variantda yalnız mülkiyyət hüquqları, bu da yanlış cavabdır. Mülkiyyət hüquqlarına görə deyil də, bütün sahələrdən informasiyanın təhlükəsizliyini təmin etmək lazımdır. Y variantında məlumatın açıq şəkildə yayılması. Məlumatı açıq şəkildə yayıramsa, onu təhlükəsizlik olaraq qorumağa nə ehtiyac duymalıyam? Yəni, bu tamamilə əks fikirdir. C variantında məlumatların qorunması, saxtalaşdırılmasının qarşısının alınması, düzgünlüyünün təmin edilməsi. Deməli, burada cavab C variantına uyğundur. Çünki biz informasiya təhlükəsizliyində məlumatları qorumalıyıq, onun saxtalaşdırılmasının qarşısını almalıyıq, düzgünlüyünü təmin etməliyik. Ona görə cavab C variantına uyğun olmuş olur. Və beləliklə sınaq izahının sonuna gəldik. Ümid edirəm ki, hər kəsə faydalı oldu. Hər hansı bir suallarınız olarsa, yenidən şərh bölməsinə qeyd edə bilərsiniz. Mən orada yenidən sizə cavablandırmağa çalışacağam. Hər kəsə uğurlar diləyirəm. Sağ olun.